Riyaziyyat inancı. Bəli, düzgün eşitdiniz. Müəlliminin riyaziyyat inancı sənin gələcək riyaziyyat bacarıqlarını müəyyən edir. Sizə bir sual verim. Eyni mövzunu keçən iki müəllimin şagird nəticələri niyə bu qədər fərqli olur? Səbəb bəzən metodikada deyil, müəllimin riyaziyyat haqqında inancındadır. Təhsil tədqiqatçısı Paul Ernst göstərir ki, müəllimlər riyaziyyata fərqli baxırlar və bu baxış onların dərsini tamamilə dəyişir. Birinci müəllim düşünür ki, riyaziyyat sadəcə qaydalar və düsturlar toplusudur. Belə müəllim üçün əsas məsələ düzgün cavabdır. Şagird qaydanı əzbərləməli və tətbiq etməlidir. İkinci müəllim düşünür ki, riyaziyyat hazır həqiqətlərin öyrənilməsidir. O qaydaların səbəblərini izah edir, anlayışları ön plana çıxarır. Üçüncü müəllim isə riyaziyyatı bir problem həll etmə fəaliyyəti kimi görür. Onun dərsində şagird düşünür, araşdırır, səhv edir, müzakirə edir və nəticəyə özü gəlir. Diqqət edin, mövzu eyni, kitab eyni, sinif eyni, amma müəllimin riyaziyyata olan inancı dəyişdikcə dərsi də dəyişir. Buna görə də yaxşı riyaziyyat müəllimi sadəcə riyaziyyatı bilməklə fərqlənmir. O, riyaziyyatın nə olduğuna dair baxışı ilə fərqlənir. Çünki müəllim riyaziyyatı necə görürsə, şagird də zamanla riyaziyyatı o şəkildə görməyə başlayır.